Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, kəsilən qurbanlarınız, edilən ehsanlarınız Allah dərgahında qəbul olsun inşallah. Hacılarımızın hac səfəri, eləcə də bugün kəsdikləri qurbanları da Allahın dərgahında qəbul olsun inşallah. Ümidvaram ki, kasıb ailələr, imkansızlar unudulmamışdır. Əzizlərim, ümumiyyətlə qurbanlıq mühüm və əsas məsələdir. Amma kimin yolunda, kimin uğrunda və yaxud da ki, nəyə görə qurban olmaqlıq, o ondan da mühüm və ondan da əsas məsələ. İbrahim Xəlil Peyğəmbərimizin adı tarixdə ona görə qaldı və əbədiləşdi ki, evladı olan İsmail əleyhissalamı Allahın buyurduğuna əsasən Allah yolunda qurban kəsmək üçün hazır olduğunu elan elədi. Məhz buna görə də elə İbrahim Xəlil Peyğəmbərimizin adı əbədiləşdi. Elə buna görə də insan həyatında, yaşadığı ömür müddətində Allahla irtibatını və rabitəsini o qədər möhkəm, sıx və gözəl etməlidir ki, Allah Taala'nın ona buyurduğu bütün əmrlərinə həyatı boyunca hazır olmalıdır. Məhz belə insanlar həyatda yaşamağı bacarar. Məhz belə insanlar həyatda uğur və müvəffəqiyyət qazanarlar. Belələrindən biri də bizim əziz imamımız Həzrət İmam Hüseyin əleyhissalamdır. İmam Hüseyin əleyhissalam bizim üçün əzizdir, əzimdir. Amma ondan daha əzəmətlisi Allah Taala'nın özüdür. Niyə? Çünki İmam Hüseyin əleyhissalam özünü, ailəsini, bütün malı mülkünü, varını yoxunu, hər bir şeyinə var içəlində Allah yolunda qurban vermişdi. Məhz ona görə də Həzrət İmam Hüseyin əleyhissalamın adı dünyada əbədiləşdi. Özü buyurur ki, əgər mənim cəddim Muhammed sallallahu aleyhi və səlləmin dini yer üzündə mənim qanımın tökülmə səbəbi vasitəsilə ayaqda duracaqsa, qalacaqsa, yaşayacaqsa, elə isə ey qılıncılar, doğruyun məni. Bir öz övladlarını Allah yolunda qurban verirkən gəlib durardı onların başlarının üstündə və Allah'a buyurardı ki, Pərverdigara, ilahi, bu kiçik qurbanı məndən və bizdən qəbul elə. Eləcə də özü şəhadəti yetişəndən sonra Həzrəti Zeynəb Salamullah əleyha bacısı gəlir durur Həzrət İmam Hüseyin əleyhissalamın o mübarək cənazəsinin üzərində və deyir ki, Allah bu qurbanı bizdən qəbul elə. Məhz bunlar özlərini Allah yolunda, din yolunda, Allaha xatir qurban verdikləri üçün əbədiləşdilər və daim onların məskəni qəlblərdir. Bir sualla bugünkü çıxışımda sizi baş-başa buraxmaq istəyirəm. Biz bugün nəyə hazırıq? Nəyimizdən keçməyə hazırıq? Nəyi qurban verməyə hazırıq Allah yolunda? Bu sualın haqqında gəlin birlikdə düşünək inşallah. Allah qurban bayramınızı bir daha mübarək eləsin.